Salam, gələcək bilik verilişi efirdədir. Təhsilimizdən, yəni gələcəyimizdən danışırıq. Çünki təhsilin məqsədi elə gələcək üçün insanlar hazırlamaqdır. Bugün təhsil alan hər bir şəxsin, hər bir şagirdin, hər bir tələbənin təhsil almasının əsas məqsədi qarşıdakı gözlədiyimiz gələcəkdə bugün aldığı bilikləri real həyatda praktik olaraq istər elmdə, istər bədəniyyətdə, istər istehsalda, istər xidmət sahəsində bugün aldığı bilikləri istifadə etməsidir. Bu da o deməkdir ki, əslində təhsil gələcəyə yönəlik bir yanaşma ilə işləməlidir. Yəni təhsil bugünə yox, 5 ildən, 10 ildən sonraki olacaqları göz altına alıb, dəyişiklikləri göz altına alıb, progresi, inkişafı göz altına alıb işləməlidir. Təhsil sistemi buna köklənməlidir. Amma bəzən olur ki, təhsil sistemi bugünün reallıqlarına söykənib fəaliyyət göstərir. Bizim yaxın keçmişimizdə belə bir hal yaşanıbdır. Ola bilər mənim qiymətləndirməm tam obyektiv deyil. Məsələn, 90-cı illərdə mənim yadıma gəlir ki, istər orta məktəbləri bitirən, istər ali məktəbləri bitirən bir çox insanlar kompüterlərdə işləməyə bacarmırdılar. Proqramlarda ümumiyyətlə məlumatlar yox idi. Yəni insan hansısa bir ixtisası bitirirdi, gəlirdi işləməyə və bundan sonra xüsusi olaraq kurslara gedirdi, hansısa proqramlar öyrənirdi. Bu gün artıq belə deyək, orta məktəb uşaqlarının bildikləri elementar bilikləri hansısa kurslara gedərək öyrənmək məcburiyyətində qalırdı. Çünki iş prinsipləri artıq elektron, kompüter, informasiya texnologiyaları üzərindən həyata keçirilir. Yəni ofis işlərindən gedir söhbət. O baxımdan bilmək istəyərdim, bugünkü orta məktəblərimiz həmin o dediyim yanaşma ilə sabaha 5 ildən sonra, 10 ildən sonra baş verə biləcək dəyişiklikləri göz altına alıb işləyə bilirmi sizin fikrinizdə? Mən elə düşünürəm ki, müasir dövrdə düzdür, inkişafa yönəlik müxtəlif proyektlər həyata keçirilir. Məsələn, məktəblərdə müxtəlif fənlər bunun üçün yaradılıb, istəyən fənni olsun və yaxud da rəqəmsal bacarıqlar olsun. Müxtəlif fənlər keçirilir, amma hal-hazırki dövrdə, yəni onu da təksib eləyə bilmərik ki, müasir dövrün tələbləri ilə məktəbdə keçirilən dərslər bir-birlərinə tam necə deyirlər, uyğunlaşmır. Çünki qlobal olan məsələlər daha necə deyirlər, inkişaf edib. Amma məktəblər qismən dala qalır burada. Sizin fikrinizdə? Sizin sözünüzə qatılıram. Dünya çox sürətlə inkişaf eləyir və biz görürük ki, sürətlə texnologiyalar, iqtisadi sistemlər, öyrənmə tərzləri, peşələr çox sürətlə yenilənir, dəyişir. Hətta bunlar hər il desək az olar belə. Demək olar ki, gözümüzü açıb yumuruq və görürük ki, bu dəyişim sürətlə baş verir. Amma məktəblərdə hələ də çox təəssüf olsun ki, köhnə qaydalarla işləyir. Bəs bu zaman belə bir sual ortaya çıxır ki, 2025-ci, 2026-cı ilin şagirdlərinə bu sistem nə qazandırır? Bu suallar məsələ sizin dediyiniz o başlanğıcın, belə deyək də, həm də açarıdır. Çünki indiki şagirdlər, belə deyək, texnologiyanla doğulurlar, dünyaya göz açırlar. Onlar üçün təkcə süni intellektdir, eyni zamanda kodlaşdırmadır, əlavə bir dərs deyil, həm də həyatlarının bir hissəsi, bir parçasına çevrilibdir. Əslində belə demək olar ki, yəni fənlərin bir qismi köhnəlib, bəlkə də bir neçə illərdən sonra bu fənlər artıq sıradan çıxacaq və həmin fənlər öz yerini müasir süni intellektdə necə deyirlər buraxacaq. Çünki gələcəkdə olacaq peşələr, yəni insanların çalışmalı olduğu peşələr heç də bizim hal-hazırda keçdiyimiz fənlərə uyğun gəlmir. Məsələn, o dediyimiz fənlərin içərisində də süni intellektdən istifadə edə bilirik də. Əslində, məsələn, mən özüm biologiya müəllimiyəm və fənlərin içərisində dərsi keçərkən müasir intellektdən istifadə eləyirəm. Məsələn, anatomiya keçəndə və yaxud da bitkilərin quruluşuna keçəndə süni intellektdən istifadə eləyirəm və onları vizual olaraq şagirdlərə göstərirəm ki, şagirdlər yəni köhnə biliklərə dayanaraq yox, əzbərçi mövqeyə dayanaraq yox, gözləri ilə vizual gördüklərini daha yaxşı anlasınlar və başa düşsünlər. Müəllimənin sözünə qüvvət, hətta belə bir sual var gündəmdədir ki, klassik fənlər, məsələn, ədəbiyyat, tarix, bu gün də onlar vacibdirmi, lazımdırmı? Biz saatlarca
bəşəriyyətin tarixini, dünənini və bugününü özündə yaşadan tarix fəni haqqında, insanın mənəviyyatını zənginləşdirən ədəbiyyat haqqında saatlarca danışa bilərik. Amma məhz fən kimi söhbət getdikdə, əsas məsələ odur ki, bu fənlər əzbərə dayanmasın. Tarixi öyrənən hər bir şagird keçmişini yada salaraq ondan nəticə çıxarmağı bacarmalıdır. Yəni bu biliklər əzbərə əsaslanmalı deyil. Eyni zamanda ədəbiyyat fənninin özü də şagirdlərdə emosional zəkanı inkişaf etdirməklə yanaşı, onlarda empatiya hissini də gücləndirməlidir. Bir məqama toxundunuz, köhnəlmiş fənlər. Amma sən ola bilər səhv edirəm. Mən oxuduğum müddətdə fənnin adı rəsmi xətt idi deyəsən. Məsələn, mən həyatımda o fəndən demək olar ki, heç istifadə eləmədim, amma onu oxuyurduq. Biz xeyli zaman sərf edirdik. Bizdən əvvəlki nəsil ondan bəlkə də faydalana bildi. Amma məsələn, mən orta məktəb qutaranda artıq ona ehtiyac yox idi. Bütün qrafik artıq kompüterlər üzərindən gedirdi. Yəni yavaş-yavaş zaman dəyişdi, həyat dəyişdi, tələblər dəyişdi və o rəsm xəttə itirilən zaman heçə getmiş demək olar zaman oldu. Bugün elə bir fənlər varmı sizin fikrinizdə? Bax, şagirdlərin əsas problemi də ondan ibarətdir ki, şagirdlər bilmirlər ki, o fənni öz həyatlarında necə tətbiq eləyəcəklər. Məsələn, biologiyanı öyrənir, ona həyatda necə tətbiq eləsin, harda görsün. Yenə dediyim kimi, o süni intellektdən istifadə eləyəndə şagird gözü ilə görür ki, bax, bizim orqanımız hansı hissəmizdə hansı orqan yerləşir, necədir sümüklərimizin quruluşu və yaxud da digər süni intellekt alətləri olsun, proqramlar olsun. Onlarla işləyəndə və yaxud da tutam riyaziyyat keçirik də, sadə misal həllindən eləyirik də normalda. Amma o sadə misal həllərini əgər onlar məsələn rəqəmsal bacarıqlarda görsələr ki, harda istifadə olunmalıdır bu gözləri ilə, yəni bunu görsələr, dərk eləsələr, mənə elə gəlir ki, onlara daha maraqlı olar bu fənni tədris eləmək. Yəni şagirdlərdə problem həll etmə bacarığını yaratmaqdır. Bəli, daha yaxşı olar ki, məktəbdə bu şeyləri şagirdlər öyrənib 10-11-ci sinifdən sonra peşə yönümlü, yəni sırf hansı istiqamətə gedəcəksə, o istiqamətə yönümlü necə deyirlər, maraqlarına doğru getsinlər. Artıq hansı biliklər köhnəlmiş sayılır deyəndə, bu biliklərin məğzində biz nəyə baxmalıyıq? Bilirsiniz, əsasən burada gedir əzbərçilik, test yönümlülük, onu praktikada, həyatda istifadə edə bilməmək. Ən əsası köhnəlmiş fən deyəndə fənin əsasında bax bunlar dayanır. Əgər biz bundan kənara çıxa biliriksə, bu çərçivələri sındıra biliriksə, o zaman o fənə biz köhnəlmiş deməyəcəyik. Çünki şagird bugün məktəbdə öyrəndiyini həyatda istifadə etməyi bacarmalıdır. Mütləq 21-ci əsrin bacarıqları var və həmin o bacarıqlarda da biz baxırıq ki, şagirdlərə həyatda problem həll etmədən tutmuş tənqidi təfəkkürdür, yaradıcı yanaşmadır. Yəni fənlər empatiya hissinin qurulmasıdır, komanda işidir, əməkdaşlıqdır. Bütün bu fənlərin hamısını məktəb bizə əslində o da verir o fənlərin içərisində. Bizə qalır sadəcə olaraq onları həyata keçirmək, həyatda belə deyək də reallaşdırmaq. Bir də bir məsələ var. Bəzi fənlərdə orada yanaşmalar, tədris metodları, üsullar artıq köhnəlibdir. Məsəl üçün bizim məktəblərdə bilik deyəndə nə yada düşür? Bilik deyəndə o saat əzbərləmə yada düşür. Qiymətləndirmə deyəndə nə yada düşür? Test yada düşür. Qapalı testlər özdə çox təəssüf ki. Və yaxud da ki, bütün bunların hamısı, yəni bizim gətirib belə deyək də, şagirdlərin əksəriyyətinin qapalı düşüncə tərzinə keçməsinə səbəb olur. Şagird elə bilir ki, artıq o müəyyən fənlər köhnəlib, müəyyən yükü özündə daşıya bilmir, amma bu dərinliyinə gedəndə görürsən ki, belə deyil. Dərs düzgün, yenilənmiş dərs təlim metodlarından aparılsa, yəni dərslər də çox maraqlı, axıcı, rəngarəng olar. Biologiyanın daimi inkişaf edən yeni biliklər qazanılan bir elm sahəsidir. Bugünkü dərslikdə şagirdlərə öyrənilən biologiya ilə tutaq ki, mən sırf o elmi demirəm, praktikada istifadə olunan, məsələn, təbabətdə, farmakologiyada istifadə olunan və yaxud da adi götürək heyvandarlıqda istifadə olunan biologiyanın arasında bir uçurum yoxdur ki? Əslində bütün fənlərdə bu problem var. Tətbiqlə təlim arasında elə bir ki, uçurum var. Laboratoriyaların olmaması, deyək ki, şagirdlərin həmin yerlərə ekskursiyalarının çox da olmaması, öz gözləri ilə görməməsi. Düzdür, biz çalışırıq ki, şagirdləri bu yerlərə aparaq, onlar öz gözləri ilə görsünlər ki, hansı işi necə görmək lazımdır. Amma yenə də istər-istəməz o köhnə əzbərçi mövqeyi yenə də öz yerində qalır.
yəni sistem ümumilikdə dəyişməlidir. Daha çox o layihə yönümlü dərslərə yer verilməlidir ki, şagirdlər əməkdaşlıq bacarıqlarını inkişaf elətdirsin, layihəni işləmək bacarığını yəni inkişaf elətdirsin. Ən əsası da odur ki, necə öyrəndim, yox hardan öyrəndim. Etibarlı mənbələrdən istifadə edib, yəni internetdə olan etibarlı mənbələrdən istifadə edib materialı əldə edə bilsinlər. Araşdırma bacarığı bir də şagirdlərdə ən əsası araşdırma tənqidi bacarığı analiz olmalıdır şagirdlərdə. Bəli, yaradıcı yanaşma, empatiya olmalıdır, bir də tənqidi analiz. Şagird əgər bu üçün özündə birləşdirə bilirsə, o zaman o uğura gedən yolu əldə edə bilər. Çox təəssüf ki, bizdə hələ də məktəblərdə müəllimə məlumatın mənbəyi kimi baxırlar, amma əslində müəllim bir fasilitatordur, yol göstərəndir. Müəllim məlumatın mənbəyi deyil. Dərsdə müəllim mərkəzli olmamalıdır. Əgər biz bunlardan kənara çıxa biliriksə, yəni o zaman bax uğur əldə edə bilirik. Sizin yəni ədəbiyyatla bağlı bir sual verim. Yəni doğrudan da mənim cavab tapmaq istədiyim bir sualdır. İndiki nəsil, məsələn, mən özümdə də onu hiss edirəm. Amma indi tutaq ki, orta məktəbdə oxuyan, ali məktəbdə oxuyan insanlarda bu daha çoxdur. Vaxt sıxlığı, vaxt qıtlığı problemi var. Çünki informasiya çoxdur. Məsələn, mənim tutaq ki, 20 yaşım olanda, 15 yaşım olanda informasiya bu qədər deyildi və sən o vaxt bir həftəni hansısa bir roman oxumağa sərf edə bilərdin çox rahat. Çünki səni maraqlandıracaq başqa informasiyalar olmurdu. Sən diqqətini cəmləyib bir romanın üstündə oxuya bilirdin. İndi bir romanı oxuyana qədər sən milyonlarla informasiya qəbul edirsən və o informasiyaların bolluğu həm diqqəti yayındırır, həm də bir romana bir həftə sərf eləmək nə dərəcədə doğrudur, nə dərəcədə rasionaldır, bu sualı çıxardır ortaya. Ədəbiyyat, dediniz o empatiyanın yaranmağında, emosional zəkanın yaranmağında, düşünməkdir, əlaqə qurmaqdır, təhlil etməkdir. Sanki sənin düşdüyün çətin vəziyyətlərdən ədəbiyyat həm də sənin əlindən tutub çıxardan bir vasitədir. Bəzən fikirləşirsən ki, bu qəhrəmanın da başına belə bir hadisə gəlmişdi və o bu vəziyyətdən necə çıxa bildi? Bəs mən də artıq bu vəziyyətə düşmüşəm və yaxud bir yaxın adamım bu vəziyyətdədir. Bax, o qəhrəmanın yolundan gedərək də məsələyə baxmaq olar. Bizim siz toxunduğunuz kitablarla bağlı bəli, 90-cı illərin nəsil var idi, 90-cı illərin uşaqları, ondan əvvəlki nəsillər kitab oxumağa böyük bir maraq var idi. İndi də mən deyərəm ki, yəni kitab oxumağa hələ də həvəs var. Məsələn, bizim özümüzün keçən il belə bir layihəmiz var idi Qubada. Kitablarla ünsiyyət klubu. Biz həmin o klubun ilk loqosunu yaratdıq, əlfəcinini yaratdıq, həmin onu klubun və biz müxtəlif məktəblərlə əlaqə yaratdıq. O məktəblərə canlı şəkildə gedirdik. Klubun özünün könnəkləri var və bu ildə o layihəni davam eləyəcək. Və orada müxtəlif xarici ədəbiyyat, yerli ədəbiyyat nümayəndələrinin əsərləri oxunurdu, şagirdlər tərəfindən səhnələşdirilirdi, uşaqlar bir-birlərinə məktublaşırdılar. Bu sosiallaşmağa, komanda işinə, eyni zamanda şagirdlərin canlı şəkildə kitabla ünsiyyətdə olmağına, söz bazasının çoxalmağına da çox böyük kömək eləyirdi. Yəni var yenə də belə layihələr, belə işlər nə gözəl ki, məktəblərdə. Çox gözəl. Bir məsələ idi, sizin münasibətinizi bilmək istədim. Sırf ədəbiyyatla bağlı. Zaman keçdikcə düzdür var, amma zaman keçdikcə ola bilər mən səhv fikirləşirəm, ola bilər yəni hardasa yanılıram, amma öz müşahidələrimdən deyirəm ki, zaman keçdikcə böyük həcmli kontentləri mənimsəməyə həvəs azalır. Ədəbiyyat böyük həcmli kontentdir. Yəni istənilən halda bir kitabı oxumağa başdan ayağa bəzən günlər, bəzən həftələr, bəzən aylar sərf eləmək olursa. Bu böyük həcmli kontent və ədəbiyyat da vacibdir. Yəni ədəbiyyatsız insan o təcrübələri, o qəhrəmanların həyatlarındakı yaşadıkları emosiyaları yaşamaq üçün ədəbiyyatı öyrənməlidir və ədəbiyyat əslində o şəxsiyyət formalaşdıran əsas amillərdən biri ədəbiyyatdır. Ədəbiyyat vacibdir, amma ədəbiyyata diqqət azalır. Bu ziddiyyəti necə oradan qaldırmaq olar? Ədəbiyyat zamanla necə ayaqlaşmalıdır sizin fikrinizcə? Ədəbiyyat zamanla ayaqlaşmalı, necə ayaqlaşmalıdır deyəndə sual çox maraqlı sualdır və bugün gündəmini zəbt edən suallardan biridir. Bunun üçün şagirdlər yenə də qeyd olunduğu kimi, yəni bir neçə fənnin inteqrasiyası sinifə daxil olur. Yəni orada təkcə
ədəbiyyatın özü yox, eyni zamanda müasir texnologiyalar vasitəsilə də həmin o əsərlərin belə deyək də müxtəlif yöndən animasiya şəklində canlandırılması, təbii ki, bu siniflərə uyğun mərhələli şəkildə aparılacaq. Həmin o belə deyək də animasiyaların canlandırılması şəklində şagirdlərin özlərinin o obrazları dərslərin içərisində təhlil edərkən canlı şəkildə belə əvvəlcədən hazırlaşmadan həmin o əsəri oxuyan zaman həmin o hissələri siniflərin içərisində canlandırılması, özlərini o qəhrəmanın yerinə qoyması, qəhrəmana məktub yazmaları və müxtəlif üsullarla, yəni ədəbiyyatı yenə də belə deyək də tam olmasa da yenə də canlı şəkildə saxlayan müəllimlərimiz, məktəblərimiz, şagirdlərimiz var. Sevən və sevdirən və qeyd elədiyim kimi keçən illəri biz Qubada hardasa bir 3 məktəbdən çox məktəbi o layihəyə qatmışdıq və orada da qatılan şagirdlər hər biri həqiqətən də oradakı ədəbiyyat əsərlərini oxuyurdular və özlərinin dəftərləri var idi. Təhlil edirdilər, nəticə çıxarırdılar. Onu həyatda bu hadisənin şahidi olan insanlar varmı deyə böyüklərindən hətta müəyyən hissələri sorğuluyurdular. Bir də ki, əsərlər mütləq dövrün zamanın tələbinə uyğun seçilməlidir. Bu da nəzərə alınmalıdır ki, dövrün zamanın tələbinə səsləşməlidir əsər. Fundamental olaraq yanaşsaq, bugünkü şagirdlər daha çox elektron gadjetlərdə, planşetlər, telefonlar, bunlarla ünsiyyətdə olurlar. Kitab sadəcə məcburiyyətdən doğan bir ünsiyyət formasına çevrilir. Yəni bir 10 yaşında, 8 yaşında, 9 yaşında bir uşaq telefonu daha həvəslə götürür, nəinki kitabı. Kitab zəhmət, məcburiyyət tələb edən bir şeydir, amma telefon onun beynində belə əyləncə ilə maraqlı vaxt keçirməklə əsas olunduğuna görə telefona daha çox həvəslə yanaşır, o cümlədən notebook, planşetlər. Və bu dərsliklərin sizin fikrinizcə kitabdan birdən-birə demirəm, kitablardan həmin o gadjetlərə keçməsi prosesi ümumiyyətlə o təhsilə marağı artıra bilərmi, xeyir verərmi, yoxsa ziyan verərmi? Əlbəttə, müasir dövr yenə də dediyimiz kimi dayanmır. Onsuz da zaman gedir və müəllimlər də çalışmalıdırlar ki, o zamanla ayaqlaşsınlar. Necə ki edirik bunu. Müəllimlər müxtəlif kurslara cəlb olunur, müasir yəni avadanlıqlardan istifadə qaydalarını öyrənir və həmçində şagirdlərə də bu daha maraqlı olur. Məsələn, fənni keçən zaman həmin dərsi əgər biz test formasında, animasiya formasında uşaqlara təqdim eləsək, onlar onu daha rahat, daha tez mənimsəyəcəklər. Necə ki bunu eləyirlər, özüm də görürəm ki, çox fərq olur. Dərsdən dərsə fərq olur. Yəni biri var standart olaraq normal, yəni o formada dərs keçirsən, bir də var müasir tələblərə uyğun testlərlə, siz dediyiniz kimi gadjetlərlə, müasir həmin o internet avadanlıqları ilə keçəndə onda o şagirdlərə daha maraqlı gəlir. Və mənə elə gəlir ki, bu heç də pis deyil. Çünki şagirdlərin hal-hazırda düşüncə tərzi çox qısa müddətlidir. Onlar düşüncələrini, fikirlərini bir yerə cəm eləmək üçün də çətinlik çəkirlər, mənə elə gəlir daha çox. Çünki müasir dövrdə bu internet ki var, orada qısa videolara görə şagirdlərin düşüncə tərzi də qısalıb. Düşünmə müddəti qısalıb daha doğrusu. Düşünmə müddəti qısaldığına görə də şagird diqqətini bir yerə çox yönləndirə bilmir. Yəni təhsilim belə başa düşürəm ki, əslində razıyam sizlə, düzdür. Həmçində hiperaktiv. Müəllimin də özü çox yük düşür də bu zaman. Müəllim özü də rəqəmsal savadlılıqdır, eyni zamanda öz üzərində işləməkdir, yeni metodları, üsulları öyrənmək, bunları sinifə gətirmək və 21-ci əsrin şagirdini mütləq belə deyək də diqqətini özündə o cəmləməyi bacarmalıdır. Əgər müəllim yönümlü dərs davam eləyəcəksə ənənəvi şəkildə, təbii ki, o şagirdlərin maraq dünyasına daxil ola bilməyəcək müəllim. Buna görə də mütləq müəllim özü də yeniliyə açıq olmalıdır, öz üzərində işləməlidir, rəqəmsal savadlılıq, eyni zamanda belə deyək də fəal öyrənmə metodları, bunları özü ilə bərabər sevə-sevə sinifə gətirməlidir. Yuxarı sinifləri demirəm, aşağı siniflərdə, ibtidai siniflərdə mən öz müşahidəmi verirəm. Ola bilər kütləvi hal deyil. Bu ibtidai siniflərdə olan şagirdlərdə belə bir yanaşma var. Görəndə ki, ona dərs deyən müəllim bu informasiya texnologiyalarını istifadə edə bilmir.
o müəllimin nüfuzu onun gözündən düşür. Yəni bir telefondan baş çıxarda bilməyən, kompüterdə bunu eləməyi bacarmayan müəllim mənə nə Çünki edəcək? uşaqlar bəli çox tez inkişaf eləyirlər, müəllimlərdən daha tez öyrənirlər. Adi bir deyək ki, nəsə robot olanda deyək, onu şagirdin qarşısına qoyursan, baxırsan ki, 5 dəqiqədən sonra artıq o hazırdır. Amma bəlkə də başqa bir müəllim onu saatlarla oturub incələyəcəkdi. Azərbaycanda da bu sahədə, yəni müəllimlər üçün xeyli işlər görülür. Bəli, süni intellekt təlimləridir, eyni zamanda pilot dərs nümunələridir, təcrübə mübadilələri aparılır müəllimlər arasında. Yəni çox iş görülür demək olar. Amma sadəcə olaraq yenə də deyirəm, müəllim özü də buna həvəsli olmalıdır, açıq olmalıdır, marağında olmalıdır. Dərsliklər təbii ki, ədəbiyyat belə deyək, sürətlə inkişaf eləmir, amma dəqiq elmlər çox sürətli dəyişik gedir. Sizin fikrinizcə dərsliklər bu gün yəni yenilənmə tempi, zamanla ayaqlaşmaq, yeni informasiyaların, biliklərin, elmi nailiyyətlərin orada əks olunması ilə bağlı nə dərəcədə belə obyektiv yenilənir, ayaqlaşa bilirmi? Müasir dövrdəki dərsliklərlə deyək ki, yenə deyirəm, tələbat bir-birinə uyğun gəlmir. Çünki praktik hissəsi deyək ki, dərsliklərin praktik hissəsi məktəblərdə tətbiq oluna bilmir. Bu da əsas problem dərsliklərdə. Yəni şagird onu görməsə, gözü ilə görməsə, həyatda onu tətbiq eləməsə, o onun yaddaşında mənə elə gəlir ki, çox da uzun müddət qalmayacaq. Amma bəli, əzbərləyəcək sadəcə olaraq, bir müddətdən sonra da onu unudacaq. Çıxacaq dərsi bir hissəsini izah eləyəcəyə, təqdimat belə eləsə, onun yaddaşında o qədər yəni böyük bir iz buraxmayacaq. Amma o onu özü eləsə, öz əli ilə hansısa bir təcrübəni aparsa, onu daha necə deyirlər, yadda qalan olacaq onun üçün. Bir məsələ sizin fikrinizi bilmək istəyərdim. Bayaq soruşdum o elektron dərsliklərini, yəni dərsliklərin belə deyək, kağız daşıyıcıdan rəqəmsal daşıyıcıya keçidi ilə bağlı. Bax, kağız daşıyıcıda kitab belə də yazılandan sonra, dərslik hazırlanandan sonra bir zaman da lazımdır ki, o çap olunsun, kitab şəkli alsın, kitablar fiziki olaraq A nöqtəsindən B nöqtəsinə gətirilsin, paylanılsın. Yəni xeyli bir zaman alır da və xeyli resurslar gedir. Amma bir dərslik elektron variantda bu hazır olsa, bir düymənin basılması ilə hansısa bir elektron kitabxanaya yüklənir. Tabii bütün məktəblər, bütün şagirdlər eyni anda ona çıxış əldə edirlər. Sizin fikrinizcə, yəni gələcəkdə bu kitab, düzdür, kitab oxumaq hamı deyir ki, kitab oxumaq lazımdır, kitab oxumaq vacibdir, bunlar aydındır. Amma bu zamanın tələbi, vaxtın qıtlığı baxımından kağız daşıyıcılardan imtina eləmək sizin fikrinizcə nə dərəcədə doğru olar? Bu dediyiniz məsələnin müsbət və mənfi tərəfləri olacaq öz növbəsində. Birinci müsbətdən başlayaq ki, müsbət tərəfi olacaq ki, tez əldə olunan olacaq. Siz dediyiniz kimi bir nöqtəni basmaqla kitab əldə olunacaq. Amma bunun digər tərəfdən mənfi tərəfləri də olacaq. Çünki şagirdlərin həm sağlamlığına mənfi təsir göstərəcək. Çünki 15 dəqiqədən artıq kompüter qarşısında, telefon qarşısında dayanmaq bu özü də şagirdə böyük bir zərər vurur. Həm fiziki quruluşuna, həm gözlərinin, yəni anatomik quruluşuna böyük bir zərər vuracaq. Amma yenə də dediyimiz kimi zamanla istər-istəməz ayaqlaşmalıyıq. Çünki dünya dəyişir. O dünyada dəyişən o nəbzi tutmaq da Azərbaycan şagirdinin də, müəlliminin də üzərinə bir vəzifə kimi düşür. Mütləq yəni biz də o zamandan ayaqlaşmağı bacarmalıyıq. Subyektiv fikrimdir. Mən belə düşünürəm ki, yəni gecə tezi həmin mərhələyə gəlib çıxacaq ki, dərsliklər bu kağız daşıyıcılardan tam elektron versiyalara keçsin, bilmirəm. Amma digər bir problem də yaranır da burada. Bütün məktəblər axı elektron səviyyədə o qədər təmin olunmayıb. O problem də var. Yəni elə olan tərzdə gərək məktəblər hər bir deyək ki, şagird üçün ayrıca bir planşet ayırsın. Bu özü də böyük bir vəsait tələb eləyir axı. Düzdür, razıyam, amma məncə yəni sizcə kitab çapı daha mı baha başa gəlir? Nə? Bəli. Kitabların çapı əslində daha çox resurs tələb edir. Nəinki illər keç düşüncə. 1-ci sinifdən 11-ci sinifə uşaqlar. Elektron kitabın bir üstünlüyü var ki, yəni şagird özünə yük eləmədən hər yerdə bir düymə o dərslərə daxil ola bilir, dərsliklərdən istifadə eləyə bilir. Onda belə sürki gözlərini onurğasına qurban verməlidir. Çünki hal-hazırda şagirdlərin əgər çantasını əlimizə götürüb qaldırsaq, yəni çox ağır. Çox ağırdır. Amma bir yəni müsbət tərəfi də deyim ki, mən
məsələn dəqiq elmlərdə hətta ola bilər tutaq ki, çox gözəl bir şeir yazıldı. O şeiri ədəbiyyat fənninə salmaq lazımdır. Yəni gözləmək olmaz, bu gün salmaq lazımdır. Yaxud da biologiyada elə bir yenilik olubdur ki, onu bu uşaqlar bu il oxumalıdır. Dərslik yazılacaq, çap olunacaq məktəblər, amma elektron versiyada bir gündə onu dərsliyə əlavə edildi, yenilənmə gəldi və artıq bütün məktəblərdə o yeni dərslik bir günə dərslik yenilənə bilir. Bir məsələdə sizə fikrinizi bilmək istəyərdim. Oxumaq lazımdır. Yəni bunu müəllimlər də deyir, valideynlər də deyir. Təhsil almaq lazımdır. Amma niyə lazımdır? Bunu yəni doğrudan mən bilmirəm. Məktəbdə şagirdlərə bu motivasiya kimi sizin dediyinizdən çıxışayım. Niyə oxumaq lazımdır? Niyə təhsil almaq lazımdır? Hər bir şagird bunu öz içində bu suala mən əziyyət çəkirəm, dərs oxuyuram, bu onun üçün zəhmətdir, vaxtını oynamır, gəlir burada dərs oxuyur. Amma bunu niyə eləyir? Bunu aydınlaşdırırmı müəllimlər şagirdlərə? Əlbəttə, müxtəlif söhbətlər aparırıq. Dediyim kimi, müxtəlif layihələr işləyirik. Şagirdlərlə danışırıq ki, öz gələcəklərini özləri qururlar və onlara nümunə olaraq həmin şəxsləri gətiririk ki, onlara baxıb özləri üçün bir motivasiya yaratsınlar ki, biz də çalışıb hansısa bir səviyyəyə çatmalıyıq ki, amma yenə də dediyimiz kimi məktəbdə daha çox bu məşğələlər praktik olaraq göstərilsə daha yaxşı olar. Məsələn, biznes sahəsini götürək. Deyək ki, biznes sahəsindən kimlərsə dəvət eləsək və yaxud da dövlət adamlarından kimlərsə gəlib, məsələn, məktəblərdə belə motivasiya edici söhbətlər aparsa, mənə elə gəlir ki, şagirdlər üçün daha yaxşı olar. Beyin inkişafı gedər. Yəni, şagirdlər daha çox düşünməz ki, mən oxuyum və hansısa bir ölkəyə gedim, orada çalışım. Daha çox hardasa öyrənib gəlib öz dövlətimdə çalışım, xeyri necə deyirlər, öz dövlətimizə verək. Bunu düşünərlər. Və onların gələcəyinə də müsbət rol oynayır, mənə elə gəlir bu. Sizin şeyiniz? Bilirsiniz, əslində təhsil almaq, yəni hər bir şagird üçün vacibdir, önəmlidir. Yenə də qeyd elədiyim kimi, kim hansı sənəti sevirsə, peşəni sevirsə, təbii ki, o sahəyə də getməlidir. O sahədə özünü yararlı, faydalı, xoşbəxt hiss edirsə. Amma ilkin biliklər, ilkin bacarıqlar, ilkin savad hər bir şagirdə lazımdır. Üzündən sadə oxumaq, yazı yazmaq, eyni zamanda dil bilmək, istənilən sahədə işləyirsənsə, bu günləri bir xarici vətəndaşla, xırda bir ticarətçi ola bilərsən, dərzi ola bilərsən, müxtəlif sahələrdə çalışa bilərsən, xaricə gedirsən və bu zaman sənə çox böyük olmayan, amma kiçik dil qabiliyyəti, ünsiyyəti, o kommunikasiya mütləq sənə xarici dildə köməyə çatır. Lazım olur ki, şagird belə deyək də bunu başa düşməlidir. Başa düşməlidir ki, mən ingilis dilini və yaxud rus dilini məcburiyyətdən, digər xarici dilləri məcburiyyətdən yox, sabah bunu həyatda özümlə bərabər daşıya biləcəyim üçün və mənə xeyri, faydası nədir deyə biləcəyim üçün öyrənirəm. Bunu anlamalıdır. Riyazi hesablamalar şagird bilməlidir ki, artıq istərsə satıcı işləsin, istərsə usta işləsin, digər sahələrdə işləsin, ona mütləq o kiçik riyazi savadlar lazım olacaq. Eyni zamanda informatikanın sahəsində olan savadlar da, orta məktəblərdə, biologiyanın özündə olan savadlardır ki, bunların hər biri şagirdlər, yenə də qeyd elədiyimiz kimi 21-ci əsr bacarıqlarına biz baxsaq, görərik ki, 21-ci əsr bacarıqları şagirdi həyata hazırlayır. Şagird məktəbdə öyrəndiyi bilikləri sabah hansı sahədə çalışırsa çalışsın, hansı sahənin mütəxəssisi olursa olsun, amma ilkin biliklər ona həyatda ayaq üstə dayanmağa, cəmiyyətdə öz yerini tutmağa çox kömək edir. Siz maraqlı bir məsələyə toxundunuz, biznes məsələsi. Yəni yaşadığımız dünya, iqtisadiyyat, biznes dünyasıdır və bu dünyada baş çıxartmaq belə deyək, uğurun ən əsas açarlarından biridir. Amma bizdə orta məktəblərdə bu bilgilər nəyə görəsə öyrədilmir. Yəni fənlərin içində sırf insanın biznes bacarıqları, biliklərini formalaşdıracaq bir bilgi mənbəyi yoxdur. Sizin fikrinizdə, yəni bu niyə belədir? Axı, yəni bu belə deyək, orta məktəbi qutaranlar müstəqil həyata qədəm qoyanda bu insanlar artıq o iqtisadiyyatın, biznesin, kapitalizmin içinə düşürlər və burada baş çıxartmalılar. Riyaziyyatı bilə bilər, kimyanı bilə bilər, fizikanı, ədəbiyyatı bilə bilər. Amma o iqtisadiyyat dünyasının onun heç olmasa ilkin bilikləri olmalıdırmı, olmalı deyilmi? O barədə. Əslində bayaqları siz dediniz, bəzi sıradan çıxan fənlər ki dediniz. Əvvəl bizim vaxtımızda deyək ki, biz oxuduğumuz dövrdə iqtisadiyyat fənni var idi.
iqtisadiyyat fənni keçirdilər. Əslində o fənni daha da inkişaf elətdirib, müasir dövrə uyğunlaşdırsaydılar, mənə elə gəlir ki, daha yaxşı olardı. Şagirdlər daha çox iqtisadiyyat haqqında, biznes haqqında daha çox məlumatlı olardılar. Həmçinin sizin dediyiniz kimi həyata atılanda çətinlik çəkməzdilər. Əslində şagirdlərə maliyyə savadlılığı çox erkən yaşlarında öyrədilməlidir, ibtidai sinifdən öyrədilməlidir. Məsələn, bir üsul eləyə bilərik ki, onlara müəyyən məbləğ tutalım, simvolik olaraq verib, onu özü üçün ayırmağı, hansı məbləği hara istifadə edəcəyini düşünəcək. Bəli, büdcə planlaması eləsə, bu gələcəkdə də ona yardımcı olar. Amma eləyir yenə də. Bəzi şagirdlər görürsən ki, özlərinin məqsədi bu demək deyil ki, hamısı eləyir. Yəni kütləvi surətdə bunu öyrətmək, uşaqlara aşılamaq lazımdır. Yəni bu iqtisadi münasibətləri, bazar iqtisadiyyatı, o maliyyə savadlığı, büdcə planlaması, bunlar ayrıca fənn olaraq keçirilsin. Əmək hüququ məsələsi, bunlar orta məktəbi bitirir, tutaq ki, bir şagird olmur və heç ali məktəbə getməyəcək, gedir hardasa işləyir və onun belə deyək, real həyatla arasında bir boşluq var. O real həyatda olan, ona tələb olunan hüquqi biliklərdə, iqtisadi biliklərdə onları bilmir. Düz universitetdə oxuyanlar, hansısa bir texniki məktəblərdə oxuyanlar, kollecdə oxuyanlar ixtisasları ilə bağlı bunları müəyyən mərhələ irəlilər. Amma biz belə deyim, orta məktəbi bitirən insanları artıq cəmiyyət üçün tam formalaşmış insan kimi qəbul edirik. Vətənin müdafiəsini etibar ediriksə onlara, 18 yaşında bir uşaq gedir, sərhədləri qoruyur, ölkənin ən məsuliyyətli bir sahədir. Bunu etibar ediriksə, demək bunu artıq tam yetişmiş bir insan kimi qəbul edirik. Bu varsa, niyə iqtisadi münasibətlərə girəndə, əmək münasibətlərində girəndə bu insanlar hazırlıqsız olmalıdırlar və səhv eləyə öyrənməlidirlər. Hardasa haqsızlıqlarla üzbəşə, hüquqları pozula öyrənməlidirsə, əmək hüququ olsa istər, bax ki, indi var kredit problemləri ilə üzləşirlər, informasiya texnologiyaları ilə bağlı hansısa bir tələbatlarla üzləşirlər. Bütün bunları, yəni iqtisadiyyatla, maliyyə ilə bağlı çox vacib, aktual bir məsələlər var ki, mənim fikrimcə bunlar orta məktəbdə tam olaraq bir 10 il ərzində demirəm, heç olmasa tutaq ki, 1 il, artıq bu 10-cu sinifdəmi, 11-ci sinifdəmi, onlara bax bu bank kartlarından necə istifadə etmək lazımdır, təhlükəsizliyi ilə bağlı, əmək hüququ nədir, məktəbi qutarda adam getdi işləməyə, hansı hüquqları var bunun, iqtisadi münasibətləri necə qurulmalıdır və yaxud da artıq özünün bir əmlak almaq istəyir, bu əmlak onun hüquqları nədən ibarətdir, alqı, satqı. Belə bir fənn var idi, konstitusiya fənni. Və şagirdlər orada öz hüquq və vəzifələri ilə tanış olurdular. Hal-hazırda yoxdur da, belə bir biliklər yoxdur. Yəni sistemli şəkildə. İndi özləri öyrənirlər, o başqa. Müəllimlər tutaq ki, kimsə. Yox, hətta şagird məsələn fizika elmini öyrənirsə, kitabdakını öyrənir, düsturları öyrənir, deyək ki, nəyin nə olduğunu öyrənir, amma onu aparıb həmin sahə ilə bağlı hansısa praktik bir laboratoriyaya buraxsaq, onun əlindən heç nə gəlməyəcək. Bu yenə də bilirsiniz necədir? Müəllimdən də asılıdır. Məsələn, mən öz müəllimlərimi həmişə sevgi və hörmətlə xatırlayıram. Bizə nə öyrənirdiksə, onları adicə məktəbyanı sahəmiz var idi. Tutaq ki, biz gedirdik orada, o vaxtı botanika dərsi verirdilər. Gedirdik orada məsəl üçün müxtəlif bitkiləri, hətta şitilləri əkirdik. Öyrəndiyimiz dərsi praktik şəkildə orada həyata keçirdirdik. Yenə də elə müəllimlər var. Biz deyə bilmərik hamının adından, yəni bütün məktəblərin, bütün müəllimlərin adından bunu danışmaq doğru deyil, düzgün deyil. Çünki bu zaman o əziyyət çəkənlərin də əziyyətini yerə vura bilərik ki, sadəcə olaraq müəllimlər özləri də həvəsli olmalıdırlar, dünyaya açıq olmalıdırlar, müasir metodlara, təlim üsullarına, öyrənməyə, öyrətməyə, inkişafa açıq olmalıdır müəllim. Sizin bayaqlar qeyd etdiyiniz kimi rəqəmsal savadlılığa, yəni yeniliklərə, hər gün dünya dəyişir və dəyişdikcə də müəllim də özlərində işləməlidir. Müəllim belə deyək də keçmişdə qalmamalıdır. Biz müasir dövrə baxsaq, həmin o laboratoriyaları əslində intellektual olaraq yaradıblar. Yəni var. Fizika laboratoriyası da var, kimya laboratoriyası da var, biologiya laboratoriyası da var. Yəni proqram olaraq var. Yəni ondan istifadə etməyi bacarsa çox müəllimlər var, çox gözəl. Necə? Virtual olaraq. Bəli, sistem otaqları çox gözəl. Yəni işlər insan anatomiyasını göstərən, vizual olaraq göstərən gözəl rəqəmlər, çox gözəl, laboratoriyalar var. Çox gözəl, yəni maddəni maddəyə qatırsan. Elə bir ki, normal
laboratoriya. Sadəcə müəllimlərin o səviyyəyə gətirib çıxarmaq müəllimlər də lazımdır. mütləq öz üzərində işləməyi, yəni hazır olmalıdır, hər an açıq olmalıdır yeniliklərə və fikirləşməlidir ki, hər an dünya dəyişir, qarşında əyləşən şagirdin düşüncəsi, həyata baxışı dəyişir və mən də özüm yenilənməliyəm və o yenilikləri, yeni üsullardır, metodlardır, fəal öyrənmə təlimləri, metodlardır. Bunların hamısını sinifə gətirməyi bacarmaq lazımdır. O zaman dərslər də rəngarəng olur, şagirdə də maraqlıq olur. Razıyam sizlə. Düzdür, müəllim öz üzərində, yəni hamı öz üzərində işləməlidir. İstənilən ixtisas sahəsində elədir. Yəni öz üzərində işləməsən, geridə qalarsan. Çünki sənin yanındakılar üzərində işləyirsə, onlar qabağa gedəcək, sən bu yerində sayasın. Amma təhsil elə bir sahədir ki, burada sistemli, mənim fikrimcə, sistemli bir yanaşma lazımdır. Çünki bizdə deyək ki, orta məktəblər də, ali qiymətli məktəblər də mərkəzləşdirilmiş qaydada idarə olunur. Və əgər hansısa bir fən və yaxud da hansısa bir fəndə hansısa bir hissə təhsil proqramına salınmayıbsa, bu sistemli şəkildə bütün məktəblərdə tədris olunmursa, dediyim məsələn o biznes bilikləri, maliyyə savadlılığı məsələsi və yaxud da çox geniş yayılmış dələduzluğa qarşı kiber təhlükəsizlik, onunla bağlı biliklər, hansı ki, yəni həyatı vacib məsələlərdir. Real həyatda insanların hər gün olmasa da həyatı boyu üzləşdikləri və onları təhdid edən təhlükələrdir, reallıqlardır. Bunlar əgər təhsil proqramında yoxdursa, bunu hansısa müəllim özü öyrənib, hətta öz təşəbbüsü ilə gəlib 1 sinifdə, 5 sinifdə, 10 sinifdə, 10 məktəbdə ola bilər, amma bu son nəticədə istisnalardır. Mənim fikrimcə, yəni deyim, ola bilər, mən yanılıram, amma təhsil sisteminin özü sistem olaraq zamanla yaxlaşmağa borcludur. Çünki sabah üçün mütəxəssis hazırlayır, sabahın insanlarını hazırlayır və hətta bugünlə yox, bugün artıq sabaha düşünüb sabahla yaxlaşmağa məcburdur. Və həmin o dediyimiz məsələlər ola bilər, mən heç belə deyək ki, ağlıma gəlməyən çox məqamlar var ki, bu gün onları artıq nəzərə alıb təhsil proqramını hazırlamaq lazımdır. Ki 10 il sonra, 15 il sonra orta məktəbi bitirib real həyata qədəm qoyan insan, Azərbaycanlı bir gənc öz Rusiyalı, Amerikalı, Avropalı həmyaşıdı ilə ən azı eyni səviyyədə bilik və bacarıqlara sahib olsun ki, o rəqabət dünyasında uduzmasın. Əslində belə proqramlar var, dövlət proqramları var və ən çox bakalavrlar üçün, magistrlar üçün düzdür var. Amma məktəblərdə də bu tətbiq olunsa çox yaxşı olar. Məktəblərdə də hətta fənlərin içərisində inteqrasiyalarla o gəlir dərslərə. O da müəllimin artıq ustalığını istəyir ki, müəllim inteqrasiya şəklində digər fənlərə, həyatın özünə inteqrasiyalar var. Və dərsdə ən müəllim, belə deyək də, üstün cəhətlərindən biri odur ki, müəllim həyata inteqrasiya etməyi bacarsın, fənnini əlaqələndirə bilsin. Və o əlaqələndirməni aparan müəllim sizin dediklərinizi hər birini dərsinin içərisinə gətirə bilir. Amma yenə də qeyd kimi, bu müəllimin özündən bir ustalıq istəyir əslində. Bu fənləri fakültəti və dərnək kimi verirsə, əlbəttə yaxşı olar. Şagirdlər üçün də yaxşı olar, elə müəllimlər üçün də yaxşı olar. Müəllimlərin həmçinin özləri üçün də əlavə olaraq belə kurslar, yəni təlimlər təşkil olunsa daha yaxşı nəticə əldə etmək olar. Azərbaycan orta məktəblərinin bugünkü durumu, indi siz o sahəni öyrəndiyində içində siz reallığı bilirsiniz. Azərbaycanın bugünkü orta məktəblərinin verdiyi təhsil, keyfiyyət baxımından bugün bayaq qeyd etdiyim kimi məsələn Avropa məktəblərinin, Şimali Amerika məktəblərinin və yaxud da qarşına yaxın qonşular götürək Gürcüstanın və yaxud da Qazaxıstanın orta məktəblərinin verdiyi təhsillə rəqabətdə eyni səviyyədədirmi? Hardasa uduzurmu, hardasa udurmu, ayaqlaşırmı? Əlbəttə dövlət olaraq ümumiyyətlə təhsil sistemi inkişaf eləyir. Yəni yerində dayanmır. Amma onu olimpiyadalarda ayırırıq. Respublika, dünya səviyyəli müxtəlif olimpiyadaların qalibləri olan şagirdlərimizin simasında görürük. Yəni bu da bizim belə deyək də fəxrimizdir, sevincimizdir əslində. Amma ən yüksək səviyyəyə Sinqapur təhsil sistemində çatan biz də çalışırıq ki, o təhsil sistemindən müsbət cəhətləri götürək. Mənə elə gəlir ki, bütün təhsil sistemlərinə baxıb, yəni müsbət tərəfləri götürsək yaxşı olar. Hər bir işin mənfisi də olur, hər zaman müsbəti də olur. Daha çox müsbətlərdən yararlansaq daha yaxşı olar.
Yəni sırf eyni sistemi yox da müsbət tərəflərini götürsək daha yaxşı olar. O Sinqapur təhsil sisteminin özəlliyi nədir? Oranın dərsliklərinə mən baxmışdım. Sadəcə daha çox şəkillər idi. Uşağın virtual, yəni öz düşüncə tərzini formalaşdıran bir dərsliklər idi. Vizual informasiya daha çox idi. Bizim dərsliklərdə daha çox yazıya yer verilir. Orada daha çox virtual olaraq göstərilən və ondan şagirdin nəticə çıxardacağı göstərilir. Düşüncə tərzi formalaşdırılır. Orada tənqidi düşüncə. O bayaqdan danışdığımız məsələyə bir yəni onlar artıq belə deyək, o həll yolunu müəyyən mənada tapıblar. Çünki hal-hazırda uşaqlar, orta məktəb yaşında olan uşaqlar da, yeniyetmələr, gənclərlə vizual informasiyaya daha çox üstünlük verirlər. Nəinki mətn informasiyasına oxumaqdansa baxmaq, video formatında, görüntü formatında informasiyanı qəbul etmək daha asan gəlir, daha tez qəbul edirlər və daha tez həzm edirlər. Bu baxımdan yəqin ki, bu da gələcəyin təhsil sistemində nəzərə alınmalıdır fikrimizə. Hansısa formalarda dərsliklər öyrənmə tərzləri ümumiyyətlə müxtəlif olur. Elə şagird var ki, toxunaraq öyrənir, elə şagird var, görərək öyrənir. Müxtəlif öyrənmə tərzləri var. Və bu öyrənmə tərzlərinə də uyğun hər bir müəllim dərsi o formada qurmalıdır ki, bütün şagirdlər o dərsdən yararlana bilsin. Son zamanlar belə bir məsələdə müzakirə olunur ki, təhsilin müddəti, məsələn, bizdə indi 11 ildir, bəzi ölkələrdə 12 ildir, bəzi ölkələrdə 10 ildir. Bizim təhsil sistemimiz bu 11 illik əsaslandırılmış bir müddətdir sizin fikrinizdə? Yoxsa 10 il eləmək olar? Yoxsa 12 il eləmək lazımdır daha əsaslı biliklər əldə etmək üçün? Əksər dünya ölkələrində 12 ildir təhsil sistemi. Bayaq da dediyim kimi, yaxşı olar ki, praktik bacarıqlar o 10 il ərzində verilsin. O 2 il ərzində şagird artıq istiqamətini müəyyənləşdirsin ki, hansı istiqamətə gedəcək, hansı peşənin sahibi olacaq ki, o istiqamətdə daha çox biliklərini artırsın. İxtisaslaşma getsin, bəli. Bu daha mənə elə gəlir ki, effektiv olar. Çox sağ olun, gəldiyinizə görə vaxtımız yekunlaşır. Ən maraqlı söhbətə görə təşəkkür edirəm. Aktual məsələlərdən danışdıq və söhbətimizin əsas məqsədi, məğzi odur ki, gələcək həmişə bir narahatçılıqla gözlənilir. Nələr olacağı məsələsi həmişə aktualdır və təhsilin də əsas məqsədlərindən biri odur ki, o olacaqları indidən proqnozlaşdırsın və olacaqları bizim istədiyimiz kimi, bizim ürəyimizcə olan, bizim maraqlarımıza cavab verən bir formada reallaşdırsın. Ümid eləyək ki, təhsil sistemimiz zamanla və gələcəklə ayaqlaşaraq bu gün hazırladığı şagirdləri, tələbələri 10 il, 15 il, 20 ildən sonraki reallıqlarla ayaqlaşa biləcək mütəxəssislər kimi yetişdirəcək. Çox sağ olun, diqqətinizə görə təşəkkür edirik. Oh.